44 gün, 44 gün davam eden bir savaş, iradenin, inamın ve vətən sevgisinin sınağı. Deyirlər keçmişi bilməsən, bugün baş verənləri anlaya bilmərsən. Ona görə də biz təqribən 30 il əvvələ, 1991-ci ilə qayıdırıq. 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin, oktyabrın 9-da isə Silahlı Qüvvələrin yaradılması haqqında qanunun qəbul olunmasına baxmayaraq, Respublika rəhbərliyi bu qərarların icra edilməsi üçün heç bir səy göstərmədi. Ölkəmizin ərazi bütövlüyünü qorumaq, yerli əhalinin və müxtəlif bölgədən köməyə gələn könüllü döyüşçülərin ümidinə qalmışdı. Ağır vəziyyətə, silah və texnika çatışmazlığına baxmayaraq, ərazi özünü müdafiə batalyonu döyüşçüləri qat-qat güclü olan yırtıcı düşmənlə qəhrəmancasına mübarizə aparırdılar. Ölkədə hökm sürən hərcməclik, hakimiyyət davası cəbhə xəttinə də öz mənfi təsirini göstərdi. 1992-ci il fevralın 26-sında Xocalı şəhəri, xəyanət və təxribat nəticəsində 1992-ci il may ayının 8-də yenilməzlik rəmzi olan Şuşa qalası, bundan 10 gün sonra isə Laçın rayonu erməni işğalçıları tərəfindən zəbt edildi. Hərbi iş üzrə heç bir biliyi və səriştəsi olmayan insanların silahlı qüvvələrdə yüksək vəzifəyə təyin edilməsi ordunun mənafeylərinə ciddi ziyan vurdu. Azərbaycanın vətənpərvər oğullarının sayəsində 1992-ci il iyunundan başlayaraq bir sıra ərazilərdə uğurlu hərbi əməliyyatlar həyata keçirildi. Ağdərə istiqamətində həyata keçirilən uğurlu əməliyyatlar zamanı 30-a yaxın kənd işğaldan azad edildi. 92-ci ilin yay döyüşlərində yüzlərlə əsgərimiz öz rəşadətləri ilə fərqləndilər. Ancaq ölkə və ordu rəhbərliyinin qeyri-peşəkarlığı minlərlə Azərbaycan əsgərinin qanı bahasına əldə olunmuş bu uğurları təhlükə altına aldı. Bakıda siyasi çəkişmələrin geniş vüsət alması və xarici xüsusi xidmət orqanlarının qarşısı alınmayan kəşfiyyat təxribat fəaliyyətləri ordu quruculuğu prosesinə göstərdiyi dağıdıcı təsiri 1993-cü ilin ortalarında ordunun məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qoydu. Bütün bu hadisələrin fonunda Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonu zəbt elədi. 1 milyona yaxın insan öz vətənində məcburi köçkünə çevrildi. Əgər kim istəyirsə bizim müdafiə qüvvələrimiz möhkəmlənsin, hamı bir mərkəzdə, Müdafiə Nazirliyində, bizim orduda cəmlənməlidir. Ancaq 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə 1993-94-cü illərdə düşmənin Beyləqan, Ağdərə istiqamətində hücumlarını nəinki dayandırdı. Hətta Füzuli rayonunun strateji əhəmiyyətə malik Horadiz qəsəbəsi işğaldan azad edildi. Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar düşməni qorxuya saldı və 1994-cü il mayın 12-sində atəşkəsə dair razılıq əldə olundu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün müəyyən şəraitlər yaradıldı. Və bundan sonra 30 ilə yaxın davam edən mənasız danışıqlar prosesi başlandı. Bir tərəfdən münaqişənin həlli üçün çətin danışıqlar aparılır, digər tərəfdən Azərbaycan iqtisadi və hərbi gücünü artırmağı yaddan çıxarmırdı. 2003-cü ildən 2020-ci ilə qədər Prezident İlham Əliyev 17 il ərzində Ermənistan rəhbərləri Robert Koçaryanla 9 dəfə, Serj Sarkisyanla 22 dəfə və Paşinyanla 5 dəfə, ümumilikdə 36 dəfə müzakirə masasına əyləşdi. Beynəlxalq təşkilatların münaqişənin hərbi həlli yoxdur cümləsi Ermənistana böyük ruh yüksəkliyi verdi. Hələ 2019-cu ildə Qarabağ Ermənistandır və nöqtə ifadəsini işlədən Ermənistanın baş naziri bütün dünyanın göz qarşısında müzakirə masasını devirdi. 2020-ci ilin iyul və avqust ayında törədilən təxribat Azərbaycana müharibədən başqa yol buraxmadı. Azərbaycan tərəfi bütün beynəlxalq iclaslarda, müzakirələrdə münaqişənin sülh yolu ilə həll edilməsi üçün çalışmış və diplomatiyanın imkanlarını sonuna qədər istifadə etmişdir.
Ali Baş Komandanın əmri ilə döyüşə atılan cəsur hərbiçilərimiz düşmənin illərdir hazırladığı müdafiə xəttini qısa müddətdə yararaq irəliləməyə başladı. Bu döyüşlərdə Azərbaycan ordusu dünya hərb tarixinə düşmüş ən unikal vasitələrdən istifadə edirdi. Pilotsuz An-2 təyyarələrindən Ermənistanın hava hücumundan müdafiə sistemlərinin yerini aşkar etmək üçün istifadə olunması və onların pilotsuz uçuş aparatları ilə dərhal məhv edilməsi dünya hərb mütəxəssislərini də heyrətə gətirən bir yenilik idi. Döyüşlərdə istifadə olunan müasir texnikalar, silahlar ordumuzun güc alətlərindən yalnız bəziləri idi. Müharibənin taleyini həll edən isə başda Ali Baş Komandanımız olmaqla ön sıralarda döyüşən əsgərlərimiz və onların qəhrəman komandirləri idi. Döyüş meydanından vahimə ilə qaçan erməni əsgərlərinin istifadə etdiyi silah-sursat, texnikalar qənimət kimi götürüldü. Cənub istiqamətində irəliləyərək bir-birinin ardınca yaşayış məntəqələrimizi, rayonlarımızı işğaldan azad edən Azərbaycan əsgərinin yüksək dağlıq ərazidə həyata keçirdiyi Şuşa əməliyyatı Azərbaycanın hərb tarixinə şərəfli, parlaq bir səhifə kimi yazıldı. Böyük ruh yüksəkliyi ilə dağlardan, meşələrdən keçən xüsusi təyinatlı qüvvələr düşmənin ağlına belə gəlməyən istiqamətdən, sərt qayalardan dırmanaraq Şuşanın hər küçəsi, hər evi üçün mübarizə apardı və 2020-ci il 8 noyabrda Qarabağın göz bəbəyi olan Şuşa şəhəri işğaldan azad edildi. Ən sonda müharibədə uduzduğunu anlayan Ermənistanın hərbi siyasi rəhbərliyi 10 noyabr 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə kapitulyasiya aktına imza atdı və 44 günlük müharibə başa çatdı. 10 noyabr üstərəfli bəyanatına əsasən Azərbaycan bir güllə belə atmadan Ağdamı, Laçını və Kəlbəcəri işğaldan azad etdi. Biz sadəcə torpaqlarımızı işğaldan azad etmədik. Biz qürurumuzu, inamımızı və birliyimizi də azad etdik. 8 noyabr bu millətin tarixinə zəfər günü kimi qeyd olunur. Qoy bu günün sevinci, bu günün fəxri heç zaman unutulmasın. Çünki biz dəyişdik. Biz artıq qalib və bütöv bir xalqıq.